Bəyin və gəlinin dostları xidməti. Biraz qəribə səslənsə də artıq bu xidmət Azərbaycanda açılıb. Hətta bu xidmətdən yararlanmaq üçün öz yerlərini tutanlar da var. Bəs siz bu xidmətdən yararlanmaq istəyərdiniz? Mənim dostum kifayət qədərdir. Yəni pulu bəs eləyir, narahat olmayın. Çox sağ olun. O qiymətdən yararlanmaq istəmərəm. Mən özüm bəyin dostu ola bilərəm, amma özüm istifadə edəmərəm. Bəyin dostu üçün bir nəfərə 150 manatdan adam çağırardınız. Bir nəfərə çox bahadır, amma 100 manata da çağıraram. Mənim toyum olmayacaq. Varı çox var, hə. Olsa nə mənası var ki, ümumiyyətlə? Yox, ehtiyac yoxdur, mənim öz dostlarım var. Yaxşı pullu iş oxşayır. Amma biraz şeydir. Dostları olmayan biri üçün çox yaxşı bir xidmətdir deyə düşünürəm. Amma mənasızdır. Yox, xeyr, istifadə eləməzdim çünki öz dostlarım var. Biz toylarda videoqraf, fotograf çəkilişlərinə gedirik. Bəzi məqamlarda olur ki, bəy tək qalır, dostlarına ehtiyac olur, bəzi şeylər var ki, dostların eləməsi lazımdır, amma bəy hər yerə çalışır, özü gedir. Məsələn, nəsə kortejlərdə görürsə az olur maşınlar. Görünüş cəhətdən yaxşı görünmür. Eyni zamanda xanımlarda da xına mərasimlərinə gedirik, xına çəkilişlərinə gedirik. Yəni orada xanımın padruqalarımı deyim də, dostlarımı deyim, azlıq təşkil edir. Yəni biz xidmətimizi belə qurduq ki, yəni biz həm bəy tək qalmasın və ya xanım tək qalmasın, sıxıcı olmasın bəyin ya xanımın toyda, şənlikdə sıxılmamasını qarşılamaq məqsədimizdir. 3 gündür paylaşılıb, bəli, cənglər çoxdur, maraqlananlar çoxdur. Hətta belə deyim də, iyun, avqust aylarına müştərilərimiz yer rezerv elətdirilib. Bir nəfər üçün 150 manatdan başlayır, amma bunlara belə deyim də, kortejlər daxil deyil. Amma kortejlər də daxil olarsa, belə deyim, müştərinin istəyinə uyğundur bunlar hamısı. Belə neçə nəfər istəsə, o qədər biz bəyin dostları xidmətindən istifadə edib bəyin dostları kimi gətirə bilərik. Toy qurtarana qədər bəyin dostları bəyin yanında olacaq. Toyda aktiv iştirak olunacaq. Bəyi daim ətrafında olacaq. Nə lazımsa kömək eləyəcək. Bir də ki, şənlik qatacaq toylara. Anonimliyi qorunacaq belə hallarda. Reaksiyalar da ki, məsələn, sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Hər bir kommentlərdən deyilir ki, ilk dəfədir, hələ təəccüblənib. Marağa səbəb olub. Hoş buyurun, hoş gəlib bizim bəyin dostları.